təzə iş deyil. Ağay Fıruği İstanbulda səfir olubdu. Zətdə Türkiyədə səfir olubdu. Atatürk zamanı. Səfir olubdu, məktubu var. İnternetdən də hamı search eləyib, ay millət search eləyib internetdən də baxa bilərsiniz. Yazıbdı ki, Rıza Şaha, Kürdləri gətirin, Qərbi Azərbaycanda yerləşdirin. Kürdləri yerləşdirməklə o Azərbaycanlıları türklərlə, Türkiyəlilərlə Azərbaycanın arasın Kürd olsun. Bu yeni proje deyil. Bu proje Fıruği Məhəmməd Rıza Pəhləvi dövründə də çox geniş bunu yaydılar və indi də Cümhuri İslami həmin siyasəti qabağa aparır. Bir günləri Kürdistan-ı Şimali adında istəyir Azərbaycan ərazisində o Qəsim Osmanı ki çığırırdı Zadda o ustandar devrində və Bukanın Bəykəndinin millət vəkili. Bəli, o Qəsim Osmanı ondan sonra o birisi bu elə Mahabadın öz ustazadı nümayəndəsi Əhmədi idi, nə idi adı? Onu da Osman Nəmənədir. Osman Əhmədi. Osman Əhmədidir. Bukanın qabaq zadınçı Mahabadınçı. Mahabadınçı Soyuqbulağınçı bəli. Soyuqbulağınçı Osman Əhmədi. Soyuqbulağınçı. Hə, Soyuqbulağın zadı. Bunlar hamısı Azərbaycanın tarixi torpaqlarıdır. Maalesef bu günlərimizdə iki şehri, üç şehri Kürdlərin hücumu tərəfindən rejim, keçmiş rejim və bu rejim Kürdləri o yandan bu yandan Ərəqdən, Suriyədən götürüb gəlib Batı Azərbaycanın torpaqlarına yerləşdirib və bu günlərdə iddiaya torpaqlıq eləyirlər ki, bunlar hamısı bu günəcək deyirdik, qonaqdır, yaxşı rəftar eləyək. Sani Əli Süleymanı, heç biz unutmarıq, Sulduzda 58 olaylarında o Türk ki, Bədəli adında, Bədəli bir şəxs adında Kürdlər, bir dənə Kürd ailəsinin evində yerləşdirib və bunu işlədirdi. Çölündə, bağçasında buna aylıq maaş verirdi. Bir anda fürsətlərdən istifadə edib Kürdlər için Sulduza hücum etdilər. Öz iş sahibi Türkü 11 nəfərin kiçik uşağınacaq balta ilə tikə-tikə elədi. Balta ilə Sulduzda, balta ilə tikə-tikə elədi və demək olar bir böyük faciə 58 olaylarında Sulduzda yaratdılar. Həmən olaya, həmən fikri daşıyıblar bu günəcək və bu günəcək rejim çox maalesef çirkin olayla sakit durub və bilə-bilə Kürdləri gətirir, hər gün Batı Azərbaycan torpaqlarında yerləşdirir, silahlandırır və artıq bizim də adı millət vəkili, heç vaxt bizim millət vəkilimiz olmayıbdır dostlar, 45 il Cümhur İslamı gələndən bu yana, hələ mən şah rejimini demirəm ki, mənim yaşım yetişmir. Hər zaman bizim adda millət vəkilimiz dövlətin millət vəkili olubdur. Kürdlərin millət vəkili ilə mən hər zaman görmüşəm. Gənc səsdən millət vəkili olanda öz millətlərinin vəkili olub və gedib orada öz sözlərin rəssa olaraq bağıraraq deyirlər və bütün projeləri aparırlar öz tərəflərinə. Amma bizimkilər hər zaman səy eləyirlər. Bu gün gəlsin, 4 il buradayım, 4 ildən sonra millət vəkilliğim, tarixim tutuldu, gedərəm rejimə, bir yerdə vəzir olaram, bir yerdə müdir kullaram, rejimə tərəf çalışaram. Bu olubdur bizə böyük bir maalesef sorun. Gəlib böyük bir dediği kimi 4-5 gündən bax gəldilər Novruz bayramının urumuda, Sənəndəzdən, Kürdistanın başqa yerlərindən, hər yerdən gəldilər orada bir dənə bəli öz nəzərlərinə iddiayı torpaq 5000 nəfər, 3000 nəfər adam yığdılar. Da fikir eləmirdilər baba. Türk milləti bir anda, bir saniyədə bütün olayları vurar bir-birinə. Hər şeyi dağıdar və hər şeyindən keçər. Qərar ola yanı səni özü ilə yandırır. Və bu böyük bir mesaj idi, böyük bir dediyim kimi ittifaq idi həm rejimə, həm İran şəhəri təfəkkürünə. Buyurun Sani Əli Süleyman Zərflar. Bəli, bilirsən bunlar bu hərəkətləri ki eləyirlər, bunlar bilirlər ki Azərbaycanın qabağında bir iş görə bilməyəcəklər. Bunlar sadəcə istəyirlər tarixi bir hərəkət eləyərlər ki, güya tarixə düşə və tarixdə bura Kürdistan kimi qələmdə dola. Və hətta özləri bilirdilər Kürdistan-ı Şimali ustanı imkanpəzirdir. Azərbaycanlıların qanunun gərək üstündən cadır. Amma müzakirati məclis üçün səbti tarixi olur, o tarixdə qalır. Ona görə bunlar həmişə bu məsələni qaldırıblar və deyirlər ki, güya bir zaman olar
deyərik ki, bu tıxaba biz burada, əgər burada Kürt yaşamırdı, Kürtlər olmurdusa və biz nə cür Ustani Kürdistan ya ustandar olaq? Yəni bizim orada məsələn nümayəndə qanun məclisimiz niyə məsələn zad olubdur? Ona görə bu tarixi məsələləri bəhs eləmək üçün, bu tarixdə qalmaq üçün, bu səbt olmaq üçün bu işləri, bunlar bu izai hərəkətləri görürlər. Amma bunu bilmirlər ki, bir Azərbaycan milləti necə o Simitkovun qulağından tutdular, onu zübalədanı tarixə atdılar. Həmin o cür sizin də əgər bizim qarşımızda hərəkət eləsəz, düzdür, siz silahınıza məğrursunuz, hakimiyyət də sizi müdafiə edir. O dağlarda, ondan sonra filanlarda o teröristlər ki yaşayırlar, onu biz bilirik. Bu hakimiyyət müdafiə edir. Bu hakimiyyət peşə ki gətirir, Təbrizdə yerləşdirir, ondan sonra Urmuda yerləşdirir, ondan Kürt məntəqələrində yerləşdirir. Amma biz buna kamilən düşünürük ki, bu hakimiyyət supportu eləməsə, Kürtlər orada o bir hərəkət eləməz. Bu hakimiyyətdir ki, istəyir orada Kürtləri gedib. Biz bilirik ki, Kürtlərlə nə cür olur? Gəlir Cumhuriyyə İslaminin Kurdistan-ı Bozorgun sinəsinə vurur medalın, gəlir oturur, vəziri keşvəri rəisi ilə oturur, danışır. Ağa, bu adamları, bu hakimiyyətdir, şinədir, bu hakimiyyətdir, bu cür eləyir. Buyurun. Araz bəy. Yəni, Sayın Süleymanı, önəmli o məsələlərdən biri və sevinç və gözəlliyi buydu ki, bizim xanımlarımız da ağaların yanında, kişilərin yanında gəldilər bu toplantıya, bu etiraza qatıldılar və gördüyünüz kimi xanımlar da var idilər və hətta bəzən çox irəli, gözəl qabağa gedirdilər, şüarların, milli istəkləri. Hətta orada türk dilində mədrəsə də bu torpaqdan pay olmaz, Təbriz, Bakı, Ankara, biz hara, Kürtlər hara, belə şüarlar verildi. Bunun mən sizə önəmin istəyirəm soruşam. Bunun mesajını istəyirəm soruşam. Rejim buradan bu yana sizdə hansı təkliflə gəlib bu torpaqlarda çalışacaq? Kürt terörist qrupları bu mesajı acaba gördülər, aldılar və bu təhlükəni özlərinə görə ehsas elədilər, ya elə aynı planı qabağa aparacaqlar sizə? Ya biz bu təklifləri dəyişməliyik, yerə belə qabağa getməliyik və yavaş-yavaş daha biz meydanı işləri bundan da çoxaltmalıyıq. Bir də ən önəmli məsələ, mən əlbəttə onun üçün təşkilatı bir sualdır. Buna siz cavab verin. Bu mesaj ki, dediyim kimi İran şəhəri təfəkkürünə, opozisyonun özü bildiyiniz kimi, opozisyonun özü də hər zaman Kürtlərin yanında olub, Kürtlərə, opozisyonun TV-ləri, rəsanələri hər zaman Kürtlərə dəstək olaraq, hər zaman elə Urmu torpaqların Kürdistan göstərmək fikrində idilər ki, bunların hamısının bütün oyunların vurdu bir-birinə bu ittifaq. Bir kiçik məsələdə Sayın Əli Süleymanı, yüz minlər insan bugün töküldü eşiyə. Bəlkə öncədən bu reklam olsaydı, bəlkə 4-5 gün bundan qabaq olsaydı, heç bir reklam da olunmaz. Bu bir dənə plan idi, rejim öz tərəfindən gəlsin və bunu müsadirə eləsin, fikir edib 2000-3000 nəfərdən orada bir dənə işlərə məzhəbi şüar verib və bunu qurtaracaq. Rejim hiss eləmirdi millət axınacaq, rejim hiss eləmirdi 100 minlər insan töküləcək eşiyə və bunun öz, demək olar, oyunun öz əleyhinə millət dəyişəcək. Əgər bu dediyim kimi 4-5 gün bundan qabaq bu olay baş versəydi, bu ittifaq, bu reklam olsaydı, bəlkə milyonlar insan başqa yerlərdən də Urmu torpaqlarına gəlib getirib və öz sahibliğin demək olar göstərərdi bu torpaqlar ata-baba bizim yadigarımızdır. Buyurun, öncə bu məsələni, bunun mesajını həm opozisyona, həm mesajını, mən bunun mesajını istəyirəm biləm. Mesajını həm opozisyona, həm rejimə, həm təşkilatlara və ən sonraki sualımda təşkilatlara görədir. Buyurun. Baxın, bölgədə çox həmiyyətli işlər gedir. Bax, Suriyədə Kürtlərin Suriyə dövlətinə, yeni dövlətinə qatışmağı və onlarla müsalihə eləməyi və Amerika onları dəstəkləməməyi və Amerika onları təşviq eləyib ki, gedin dövləti Suriyəyə qatılın və təzə. Və Abdullah Öcalanın o elamiyyəsi, bunların hamısı Kürtlərin o ən belə pis vəziyyətə düşməyi və terrorizm təşkilatlarının bölgədə aradan getməsi bu əhəmiyyətli bir mövzu idi ki, bölgədə baş veribdi və bu günləri biz onu aydın aşkar görürük. Və qətiən
İranda yaşayan Kürdlərin də taleyinə bu təsir qoyur və Kürdlər o cür ki özdə planlaşdırmışdılar, o cür ki fikirləşirdilər ki, biz eləyə bilərik, bölgəni əlimizdə alaq, bölgədə bir dənə dövlət yaradaq. O xuliyaları, o təvəhhümləri kamilən aradan getdi və bu günləri elamı huzur eləyirlər və bu vəziyyətdəki o bayram günü bir dənə bu Kürdistanda gəlib və Azərbaycanı Qərbidə gəlib bu işləri görməyi, yəni bunlar bizim torpağımızdır və gənə də bizim elamı huzurumuz var, gənə də bizim mübarizəmizin idaməsi var və gənə də elamı mövcudiyyətdir bu, mən düşünürəm. Amma Azərbaycan milləti də burada elamı huzur eləməyi onların bütün planlarını xunsa elədi və mesaj verdi ki, Azərbaycanın milləti, milyonu milləti, minlər dənə adam, yüz minlər dənə adam necə bu günləri elamı huzur elədilər orada Urmunun küçələrində və hətta qadınlar da gəldilər və qatışdılar və öz şüarınla, öz cəbhələrinlə, öz müşəxxəs fikirlərindən, düşüncələrindən bu onlara bir dənə mesaj idi ki, biz heç vaxt torpaqdan pay vermərik. Torpaqdan pay olmaz. Bu elə onun o mesajıdır, o şüarıdır ki, biz torpağımızdan bir qarış yox, bir dırnaq boyda da biz hazır deyirik düşmənimizə verək və biqaniyə verək. Biz hələ demirik, düşmən hələ heç kimi xitab eləmirik. Bəlkə biz deyirik ki, biz özgəyə torpaq vermərik. Özgəyə heç vaxt güzəştə getmərik. Sonra Ali Süleymanov təşəkkür bildirirəm. Mən dostlara söz verdiyim üçün bəlkə birazdan inşallah əgər elə bilsələr 2 dənə də başqa qonağımız olacaq. Sayın Muhammed Bilgin cənabları Demokrat Partiyasının sözçüsü və Sayın Babək Bəxtəvər cənabları siyasi milli fəalımız. Əgər elə bir vaxtımız bizim qalsa da onlar da gələ bilsələr bəlkə 5-10 dəqiqəcə qatıldılar. Əlbəttə, imkanı vardı, siz təmas tutun. Mən də söz Sayın Süleymanov cənabları bugünkü bu etiraz aksiyası adını qoyaq, ya torpağa sahib çıxmaq aksiyası qoyaq, hər nə. Yəni gerçəkdən bir tarixi olaydı, böyük bir olaydı. Bunu mənim nəzərimə bu elə Azərbaycanın tarixində yazılacaq heç, elə Kürdlərin, farsların, o Kürdlər deyəndə biz Kürdün milləti ilə heç bir problemimiz yoxdur. Gəliblər qonaq kimi buracaq bir gün yaşayıblar və biz bunlara bir qonaq kimi baxmışıq, əlimizdən gələni etmişik, amma maalesef bunlar ayaqların, qışların o yorğandan izafə uzadıb və iddiayı torpaqlıq eləyirlər. Bu məsələ bir tərəf. Təşkilatların rolunu necə bu bugünkü çağırışda gördünüz? Acaba bu təşkilatlarımız bu günəcək bəzən bəzi çağırışlar verirlər, az, çox, meydana hərəkətlərə görə bir işlər istəyirlər görələr. Acaba təşkilatların rolu var idi bugünkü etirazda, bugünkü çağırışda? Yox, elə bir dənə xodcuş idi. Ya yox, elə bunlar mükəmməl həm oldular, bərabər olaraq bir olay baş verdi. Bir xodcuş kimin necə görürsünüz? Bunu necə dəyərləndirirsiniz? Valla mən düşünürəm ki, bizim burada bu hərəkətə qarşı çıxan olmadı. Bu hərəkətə qətlən dəstək verdilər. Amma rəsmi halda indi belə məsləhətlər olub ki, bunlar rəsmi halda zad eləməsinlər, ortaya gəlməsinlər. Amma o havadarlarına mən bilirəm ki, mən düşünürəm ki, qətlən bu havadarlarına deyiblər ki, bu məsələdə yəni Bil İttifaq Azərbaycanın bütün təşkilatları hamısı belə qərara gəlib ki, bu məsələni dəstəkləsinlər. İndi rəsmi niyə elamiyyə verməyiblər, mən onu bilmirəm. Əlbəttə, Sayın Məcid Cavad cənabları Dirəniş Təşkilatının sözçüsü bugün bir mesaj buraxdı ki, bunu bir tarixi olay kimin o da mesajlarında. Biz sabahlarımızı Sayın Məcid Cavad cənabları ilə bərabər olacaq. Sabah saat 9 Təbriz vaxtı, 9:30 Bakı vaxtı və axşam 7 Avropa vaxtı bir canlı yayımız olacaq. Sayın Məcid Cavad Dirəniş Təşkilatının sözçü ilə bərabər olacaq. Bu haqlarda danışığımız olacaq. Elə bugünkü böyük olaya görə, böyük ittifaqa görə. Dediyim kimi bəlkə birazdan bizim 2 dənə də qonaq bizə qatıra bildilər. Sayın Süleymanov cənabları,
bugünkü ittifaqı əgər öz nəzərinizdə, baxışınızda istəsəz dilə gətirəsiniz, bugünkü olayı, bu böyük bir olaydı. Yəni dediyim kimi tarixi bir olaydı. Necə görürsünüz bu olay? Necə oldu bu olay? Belə bir yüksək səviyyədə, belə bir böyüklükdə baş verdi. Baxın, hər halda bu Urmu əhalisi bir dənə vaqiiyyət vardı. O seçkilərdən sonra, yəni o parlament seçkilərindən sonra bunlarda bir oyanış, yəni bir diskinmə oldu. Və bu diskinmə qeyri-adi də dəyirdi. Yəni gördülər ki, Kürdlər nə qədər günbəgün bunlar üzləşirlər və orada bəzi işlərə əl vururlar və bunlar gözlərinin qabağında idi. Məxsusən o idarələrdə təxribat aparmaq, şuralarda nə farsi danışmaq, ondan sonra Ustandaridə bunlar o ərzə əndam eləmək, o Zindəşdinin hərəkəti o kətlərdə ki baş verir. Bunlar hamısı Urmu əhalisinin gözünün qabağında bu hadisələr baş verir. Və günləri bu nəticəyə yetişdilər ki, biz birlikdə hər fikirlə, hər düşüncə ilə, hər təşkilata bağlı olmaqdan asılı olmayaraq bu günləri biz bir fikir qoymalıyıq ortaya ki və milləti dəstəkləməliyik və millət də gəlib özü həqiqətən bu günləri böyük bir dənə iş gördülər və Azərbaycan şüarından, Azərbaycan mənim ölkəmdir, mənim dilim, onunla məktəbləri istəməklə və orada sözlərin dilə gətirməklə öz şüarlarını özlərini qoydular ortaya və dedilər ki, bax biz buyuq. Və umud edirəm ki, daha imkan verməyələr bu başqa zatlara, bu terrorçu qruplara, bu terrorçu təşkilatlara və bilin, siz biz Kürdlərlə qonşu kimi yaşayıblar. Bu 50 ildə, 60 ildə sıx bunların əlaqəsi olubdur, bir-birindən qonaq olublar, bir-birindən hətta qızza da alıb veriblər və hətta bir-birindən qohum olubdular və bunlar bir-birindən o terrorçu təşkilatlardır ki, bu günləri gəlib o millətin arasına fasilə salırlar. Və biz sıravi Kürdlərlə nə problemimiz vardı? Vaxtı Kürddən qız alırıq, Kürdə qız veririk, ondan sonra Kürdlər bizdən bərabər yaşayır və bərabər hüquqla orada, hətta bizim gələcəkdə dövlətimiz olarsa, qətlən onlarda bir dənə şəhərvənd kimi, bir dənə Azərbaycanın Kürdü kimi, Azərbaycanın bir dənə etniki kimi eləyə bilərlər öz hüququnu, hətta öz dillərində məktəbləri də olmağının mən iddiasını eləyirəm ki, onlara gərək həttəmən o Kürd uşaqlara, bərain ki, onların kültürlərin, mədəniyyətin qorumaq üçün Azərbaycan dövləti gərək onlara məktəb qoya. Onlara necə Azərbaycanlının məktəbi var, onların da məktəbi olar. Amma təəssüflə o terror qruplarıdır ki, bu günləri bizim qarşımızda dururlar. Bəli, Sanan Sövəncəkləri, demək olar, mən əgər qonaqlarımız gəlməsələr, son sualımı sizdən soruşum. Bəlkə bu son sualın içində qonaqlarımız da bizə qatıra bildilər. Dediyim kimi, ola bilər, Sayın Babaş Bəxtəvər cənabları bizə qatılsın, siyasi fəalimiz və Sayın Mahmud Bilgin cənabları ki, öncədən biz əzizlərimizdən danışmışdıq ki, qəraydı proqramımızın sonunda ya ortalarında bizə qatılsınlar. Sanan Sövəncəkləri, önəmli o görüşlərdən, o məsələlərdən biri buydu ki, rejim Kürdlər işi gəldilər Urmuda bir 4-5 gündən bax, Novruz bayramını hatta kutlayıb və bir böyük orada Cəlman yallı getdilər və demək olar siyasi bir ancaq düşüncədir, siyasi bir fikirdir ki, buranı Kürdistan torpağı göstərsinlər öz nəzərlərini. Ki, bugünkü bu etiraz, Türk millətinin etirazı bu planlar bütün vurdur bir-birinə. Amma önəmli məsələ budur ki, rejim oraya heç bir nizami orqanın, nizami bilmirəm, insanların şəxsiyyətlərini göndərmədi. Yəni, icazə verdi, azad olar orada işlərin göstərinə, hətta Kürdistanın cəli bayrağını, PKK-nın bayrağını da orada qaldırdılar. Bugünkü Azərbaycan torpağında yüz minlər insanın demək olar etirazında görünən buydu ki, rejim istəyirdi müdaxilə eləsin, ya bunu müsadirə eləsin, ya da ki, bu milləti vursun, dağıtsın. Yəni, nizamilər, qruplar ələnən orada milləti istəyirlər, sərkub eləsinlər, vursunlar və bu etirazı həmən yığışdırsınlar. Niyə türklərin etirazından ki, o da ki, demək olar, öz torpağına görədir, öz kültürünə görədir ki, illər boyudur müsadirə olunur, illər boyudur
üstünə gəlir. Sırtında bir böyük yük vardı. Rejim tərəfindən, opozisiyon tərəfindən, mücahidlər tərəfindən, kütlə tərəfindən hamısı yığışıb rejimin bütün müxalif qrupları, rejimin öz qrupları, eşikdə içəridə hamısı yığışıb Türk milləti ilə bir savaşdadır. Yəni baxın, Kürd Farsi ki, mərkəziyyətdən Kürdün haqqını alıb, Kürdü vurur, Kürdü öldürür. Hər nə Kürd mərkəziyyəti örtürüb, gəlib Türk ilə dava eləyir, Türkün torpağında iddiayı torpaqlıq eləyir. Ha belə opozisiyon Cumhur İslamı, bir Cumhur İslamı ilə əlbirlik aparır, işbirlik aparır. Cumhur İslamını yıxmağa gəlib Türk xalqı ilə, Türk təşkilatlarının, Türk milləti ilə mübarizə eləyir. Ha belə mücahid xalqları, hansını saysan, baxsan bunların hamısında bir Türk düşmançılığı var. Rejimin özü, opozisyonları, dediyim kimi opozisyon ki, bugün Cumhur İslamı ilə hətta silahlı savaşır, mücahid xalqları olsun. Opozisyon ki, içəridən eşikdən vardılar, qatışma birbirine. Birinci düşman Türk'ü görürlər. Bu nə olubdur? Bunlar hamısı Türk'ün üstünə gəlirlər. Acaba Türk'ün böyük qudretlığından da, acaba Türk'dən bu qədər qorxurlar, bütün bu torpağı əldə etsinlər. Acaba burada bir Turan hökumətin yaramağından qorxurlar. Bunlar nədir ki, hamısı Türk'ün üstünə gəlirlər. Kürd olsun, dediyim kimi Kürdün illər boyda haqqı, hüququn o zaman Şah rejimi alıb, indi Farsal rejimi alır, mərkəziyyət alır, amma gəlib Azərbaycanda iddiayı torpaq edir. Və birinci düşman Azərbaycan milləti, Türk milləti bilir. Və rejimi də bugün gördüyüm kimi, rejim səy elədi bugünkü Azərbaycanlıların, Türklərin, etirazların, indi qana səhsin, dağıtsın, aradan aparsın, amma Kürdlərin içində çünki bundan bax, bir dənə nə insan yolladı, nə əmniyyəti qrup yolladı ki, onları orada azadlıq işlərini gördülər. Bunun nədənini siz açıqlaya bilərsiniz, Saner Süleyman Cabbarov? Baxın, mən yenə də deyirəm, mənim nigerançılığım burada idi ki, orada hakimiyyətin siyasəti bu idi ki, bir dava düşsün. Orada Kürdlərə azadlıqla